Qiyamət günü İmam Sadiq əleyhissalam buyurur, ağamız buyurur, qadını gətirərlər, bir qadını gətirərlər məhşərə. Deyərlər, qadın niyə günah elədin? Qadın deyər, bu gözəlliyi sən bəxş elədin, mən günah elədim. Allah deyər, Məryəm xanımı gətirin səhnəyə. Xanım Məryəm gələr səhnəyə. Deyər, indi bax xanıma, Məryəmdən gözəlsən? Məryəm xanımı Allah bu qədər gözəlliyi bəxş eləyib günah elədi? Bir cavan oğlan gələr, cavan oğlana deyərlər, sən niyə günah elədin? Deyər, Allah gözəlliyi bəxş elədin, elədin. Deyərlər, Yusifi gətirin səhnəyə. Yusif gələr cəlalı ilə, cəmalı ilə, gözəlliyi ilə. Deyər, bax Yusifə, bax özüvə. Gör, Yusif gözəldir yoxsa sən? Adam utanar özündən. Yusif qədər məgər gözəl olub? Allah gözəlliyi bölüb iki hissəyə, yarsın verib bütün dünyaya, yarsın verib Yusifə. O yarı gözəlliyi idi ki, bizə paylaşıb, təbiətə paylaşıb. Neyniyər insan orada? Yusuf Kur'an deyir ki, qadınlar əyləşmişdi onun yanında, qadınlar əyləşmişdi, gözləyirlər Yusuf gəlsin, meyvəni doğramaq istəyirdilər, gördülər Yusuf girdi səhnəyə, meyvəni doğramaq əvəzinə əllərin kestilər, Yusufun camalını görəndən sonra heç hiss eləmədilər, əlin kesir hiss eləmir. Bir alim bu hadisəyə toxunandan sonra həyifdir mən bu kəlməni deməyəm, qoy deyəm. Deyir, bəzi insanlar təəccüb edir, deyir, Əli əleyhissalam namaz qılarkən ayağına ox batmışdı, oxu ayağından çıxardırlar, amma hiss eləmədi. Deyir, buna təəccüb edirsiniz? Təəccüb eləməyin, bilirsiniz niyə? Yusuf ki, Allahın yaratdığı bir bəndə idi, gözəl idi. O gözəlliyi ona gözəl Allah vermişdi. O qədər ona gözəlliyi vermişdi, qadınlar əlin kesir, amma hiss eləmir o ağrını. O ağrını hiss eləmirlər. Axı bu Əli əleyhissalam namazda qəlbinin gözü ilə Allahın camalına baxır. Onun ayağından oxu çıxardanda ağrını hardan hiss eləsin? O ağrı duymaz. Allahın yaratdığına baxırsan belədir, özü ki gözəldir. Gözəlləri gözəl eləyən gözəl Allahdır. Təəccüb yoxdur ki. Qadın çox diqqətli olmalıdır ki, mən evdən çıxanda o qədər diqqətli olmalıyam ki, qarşı tərəfi günah salmayayım. Bəzi vaxtlar mən üzr istəyirəm, bəzi xanımlar da səbəb olur, qarşı tərəfi günah salır. Cavan yazıq evdən çıxanda deyir, ya Rəbbəl aləmi sənə yalvarıram, günaha düşməyim, amma birdən üzr istəyirəm, dönə-dönə bu ifadəyə görə görür, indi naməhrəmi, o da elə bir vəziyyətdə giyinir, keçinir ki, günaha düşür. Heç günah yadına düşməmişdi, görəndən sonra yadına düşdü. Yadıma hadisə düşdü, qoy deyəm. O deyir, biri yaxınlaşdı, falçının yanına, dedi, mənim bir dənə hacətim var, istəyirəm həyata geçsin. Bu da gedib falçının yanına. Falçı dedi, nədir hacətin, dedi filan. Dedi, sənə bir dənə mən bir söz deyəcəm, əməl elə. İnşallah əməl eləsən, narahat olma. Məsələn, həll olacaq. Dedi, nədir? Dedi, bir həftə ərzində cim hərfini yadına salma. Cim hərfi əlifba, ərəb əlifbasında hərflərdən biridir. Əlif, bə, tə, sə, cim. Dedib, bir həftə ged evə, cim hərfini heç yadva salma. Əgər yadva salmasan, narahat olma, hacətin yerinə yetiləcək. Dedi, yaxşı. Bu getdi yazıq, bir həftədən sonra qayıtdı, gəldi bunun qapısına, bu baxdı, gördü, bu gəlib, tip baxdı buna. Dedi, inşallah hacətin qəbul olub. Dedi, yox. Dedi, 100% cim hərfini yada salmışsan. Baxdı bu falçıya, dedi, ay rəhmət deyin nəməsin. Mənim bəyəm yadıma cim hərfi düşürdü. Bir həftədə demisən cim hərfini yada salma. Hey, istəyirəm, unudum, yadımdan çıxmır. Bunu sən eləmirsən də. Bunu deməsəydim ki, mən cim fikirləşəcəkdim. İndi bəzi vaxtlar da belə olur. Bu cavan yazıq pak çıxır, evdən sağlam çıxır, amma gəlir, o qarşı tərəf günaha salır onu. Qur'an-ı Kərim buyurur, Qullil mu'minat yəğzuznə min əbsarihinnə Peyğəmbər, get xanımlara de, gözlərini də yumsunlar. Evdən çıxanda giyimlərinə, giyim tərzinə fikir verməklə yanaşı, gözlərini də naməhrəmdən yumsunlar. Baxmasınlar naməhrəmə. Hədisdir, usulü kafidədir bu hədis. İmam Sadiq əleyhissalamın da bu hədis. Yazmışam bura. Deyir, qadın bir kişi ilə zarafat edir. Elə zarafat edir, kişinin təhrik edir, üzr istəyirəm, günaha təhrik edir.
Elə bir söz deyir, nazla, qəmzə ilə danışır, başqa cür danışır. Danışığına baxırsan, çox başqa cür danışır. Bu şəkildə danışarsa, Allah deyir, o qadının o hərəkətinə görə 100 il aparar, cəhənnəmində yandırar, deyər, o əməli və cəzasını çək, ondan sonra çıxarsın. Əgər tövbə eləməsə, tövbə eləsə inşallah bağışlayar. Tövbəsiz getsə, o əməlinə görə ki, 2 dəqiqə çəkdi, 100 il yandırırlar. Bir xanım başa düşsün ki, o örnəkdir. Başqa namaz qılmayan xanıma örnəkdir. Hicab taxmayan xanıma örnəkdir. Hicab taxmayan xanım istəyir namaz qılsın, hicabı taxsın, baxır bu namaz qılana, onun hicabına, ondan sonra o da onun kimi gəlir, o cürlə namazını qılır, hicabını taxır. İndi bir xanım elə bir vəziyyətdədir ki, hicablı bir xanım, mən üzr istəyirəm sizdən dönə-dönə. Halbuki hicabın mahiyyəti budur, cazibiyyətin qarşısını alsın, yəni cəzb eləməsin insanları. O qədər bəzənir, düzənir bəziləri, o qədər bəzənir, düzənir ki, Quran deyir, la təbərrəcnə təbərrücəl cahiliyyə. Ay xanım, cahiliyyət dövründə olan xanımlara bənzəmə. O qədər bəzənib düzənmək olmaz ki. İndi bir hicablı xanım gələr bu cür vəziyyətdə o qədər bəzənə düzənə, mən üzr istəyirəm hamımızdan ki, İslam dininin tövsiyəsi budur xanıma ki, üzr istəyirəm xanım gəlir öz həyat yoldaşının qarşısında bəzənsin, başqasının müqabilində yox. Amma öz həyat yoldaşının qarşılığında bəzilərinə aiddir, heç adi şəkildə, amma çölə çıxanda o qədər bəzənir, düzənir. O qədər bəzənir, düzənir. Bərbəzəklər çöldə, üzüklər, nə bilim, cürəbəcür üzüklər, eynəyi də heç gözünə taxmır, bəzi vaxtlar gətirir, qoyur hicabının üstünə bəzək üçün. Cəzb edir də tam şəkildə. O cür nə olmaz axı? Sənə baxır başqa bir namaz qılmayan xanım, istəyir hicab taxsın, görürsən, belə eləyirsən, deyir, onda olardı, mən də belə eləyim. Gör, nə qədər zərbə vurdu bu xanım. Məsuliyyətli yaşamalıdır. Və Quran bir xanım haqqında danışır. O Şuayb peyğəmbərin qızı idi. Şuayb peyğəmbər qızını göndərir, get Musanı gətir bizim evimizə. Çünki Musa kömək eləmişdi Şuaybin 2 qızına. O xanım gəlir, gələndən sonra Musaya deyir, atam səni çağırdı. Amma o qədər ədəblə, ərkanla gedir. Quran onun gedişin belə deyir, təmşi alə istihyain. Bu Şuaybin qızı həya ilə yol gedirdi. Özdə qabaqda getmirdi. Musa öndə, özü arxada. Özdə Musaya demək üçün ki, sağa dönmək lazımdır, sola dönmək lazımdır, deyir, əlində neysə atırdı sağ tərəfə, yəni sağa dön. Lazım olanda sola, sola neysə atırdı, yəni sol tərəfə dön. Yəni, bunun mənası nədir? Naməhrəm xanım, zəruri hallarda naməhrəm kişindən danışsın. İmkan var, artıq əsi söhbət eləməsin, onun naməhrəmlə nə söhbəti, ya naməhrəm kişinin naməhrəm xanımla nə söhbət olacaq ki? Onu göstərdi bizə. Və Qur'anın xoşu gəldi. Qur'an həm kişiyə deyir, təvazu ilə addım at, həm xanıma buyurur, həya ilə get. Yaxşı olmaz elə qadınlara deyək, keçək kişilərə. Hədisdir, kişi öz həyat yoldaşı ilə deyil, gedir başqa bir qadından zarafat edir. İslamın tövsiyəsi budur, öz həyat yoldaşından mülayim davran, gözəl davran, yeri gəlsə sağlam zarafat elə, bunlar hamısı öz yerində. İslam bizə bunu tövsiyə edir, bu gedir, üzr istəyirəm. Görürsən, naməhrəmlə elə gözəl davranır, elə gözəl danışır, əksinə. Ona deyib, belə danış, burada belə danışma, ya buna əksinə çatıb, ya da bilir nə var nə yox, bilə-bilə deyir, işsindən biridir. Allah deyir, sən kişi ki, bunu elədin, İndi orada zarafatda neçə dənə kəlmə işlədimsən? Mən bilmirəm. Tutaq ki, 10 dənə kəlmə. Hər kəlməvə görə Allah deyir, 1000 il qiyamətin səhnəsində saxlayar, 1000 il. Hər kəlmənin müqabilində. Deyər, indi deyən, sorğu-sual edək. Qiyamətin səhnəsində dayanmaq rahat məsələ deyil. Cəhənnəm əhli qiyamət günü deyəcək, İlahi və Rəbb, İlahi və Rəbb, cəhənnəmə göndər bizi. Bəsdir dahi bu hesab kitabı saxla, istəmirik, göndər bizi cəhənnəmə. İndi biri institutda oxuyur, biri məktəbdə oxuyur, biri ticarət edir, gəlir ondan qadınlar alıver edir, orada da diqqətli olmalıdır. Biri İmam Sadiq əleyhissalama dedi, ağa mən satıram bu malı, malı satanda bir nəfər qadın da gəlir, neyniyim? Baxmalıyam üzünə də, indi buna mal verirəm. Ağa orada bir kəlmə dedi, ittəqillah, təqvalı ol. Yəni orada da təqvalı əldən vermə.
təqvavı qoru saxla. Orada da eləlikdən fikrin yayınmasın, fikirlərin qarışmasın. Çox diqqətli ol günah. İttəqillah. Və bir nəfər gözlərin yumur, istər xanım, istər kişi gözlərin yumur. Niyə bu günaha? Mən fikirləşdim, günahlar içərisində birinə toxunaq, xüsusi bu günaha toxundum. Dedim, bu günahdan nə qoy danışaq bugün. Bir qadın, bir kişi gözlərin yumur günahdan, baxmır naməhrəmə. Gözlərin yumur, xoş olsun onun halına. İmam Baqir əleyhissalam buyurur, Allah biləsiz qiyamət günü 3 dənə göz ağlamayacaq. Biri İnşallah hələ sənin gözündür. Çünki Qədir gecəsi oyaq qalmısan. Gecə oyaq qalan insanlar, bu sənin gözündür. 2, Allahın xofundan bir dənə damla düşdü. Bu da sənin inşallah gözündür. Çünki orada da gözündən damla düşdü. 3 buyurur, naməhrəmə baxmayın ki, bunu da əməl eləmək. 4-cüsündə başqa hədislərdə var. İmam Hüseyin əleyhissalama ağlayan mən bəka və əbka və təbaka vəcəbət ləhul cənnə. Kim Hüseyin əleyhissalamı ağlasa və ağlatsa, ona cənnət vacib olar. Bu yaşda mühümdür.